Abşeron magistral kanalı Abşeron yarımadasının əsas suvarma mənbələrindən biridir. Mənbəyini Ceyranbatan su kanalından götürən bu su kanalı Abşeron və daha bir neçə rayonun əkin və təsərrüfat sahələrinin su ilə təmin edir. Lakin əksər Bakı ətrafı yaşayış massivlərində kanaldan başqa təyinatlar üzrə də istifadə olunur. Necə? Daha ətraflı sujetdə. Hamı atır zibilin ora. Bu kanalizasiya sistemi suvarma kanalına buraxıla bilməz. Evlərin kanalizasiya çirkab suları birbaşa su kanalına axıdılır və bu proses illərdir davam edir. Suyun məişət tullantıları ilə çirklənməsi bir yana, ərazidə antisanitar vəziyyətlə bağlı heç bir tədbir görülmür. Görüntülər Abşeron magistral su kanalının Ramana qəsəbəsindən keçən hissəsindəndir. Kanalın suyu təsərrüfat və suvarma məqsədi ilə istifadə edilir. Ancaq kanal o qədər çirklənməyə məruz qalıb ki, buradan üfunətdən keçmək belə mümkün deyil. Bəs kanalı kimlər çirkləndirib? Əlbəttə ki, burada yaşayan, kanal boyu yaşayan vətəndaşlar. Çaydan bir gəlirlər, yazıqlar 2-3 gün buranı zülümlə, maşınla təmizləyirlər. O putulkalardır, müəyyən zibillərdə maşınlara yığılır, gedir. Yerdə qalan gənə misasını atılır, gənə gəlir, yığılır ora. Sakinlər deyir ki, kanalın bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri də qəsəbə ərazisində zibil qutularının az olmasıdır. Bəs hazırda zibilli poligonu və kanalizasiya xətti kimi istifadə olunan magistral kanalına nəzarət niyə yoxdur? Bunun üstünü örtsələr daha yaxşı olar. Nə qədər mən də deyirəm qonşulara ki, cərimə olacaq, 100 manat cərimədir. Deyirəm ki, qoy atmasınlar. Yenə də atırlar da. Magistral kanalın suyundan Ramana qəsəbəsində böyük təsərrüfatların suvarılmasında istifadə olunur. Bəs çirklənmiş sudan məhsulun becərilməsində istifadə olunursa, bu məhsul üçün təhlükə yarada bilərmi? Çirkli su məhsula zərər verir də. Təbii ki. Onun qarşısını almaq olmaz. Biz yuxarı orqanlara müraciət eləmişik. Kanalizasiyanı buraxırlar su, əkin sahələrinə gedən suya, o da bizim özümüz üçün, evlatlarımız üçün zərərdir. Magistral kanalın Ramana qəsəbəsinin mərkəz hissəsindən keçən körpü də uzun müddətdir qəzalı vəziyyətdədir. Təhlükə isə hər ötən gün artmaqdadır. Eyni zamanda təhlükə təkcə kanalın çirklənməsi ilə yekunlaşmır. Qəsəbənin əsas körpüsü də burada qəzalı vəziyyətdədir. Təhlükədir, çünki buradan daha çox azyaşlılar keçir, avtomobillər keçir. Körpü qəzalı vəziyyətdədir. Baxın, oranı görürsünüz, orada necə deşiklər var. Bilirsiniz nə edirlər yol düzəldənlər? Gəlirlər, bir damcı deşik olanda imini həmin o deşiyi tuturlar, çıxıb gedirlər. Hələ baxın, görün, bax, uşaq gəlir, mağazinə yollayırıq. Ona baxın, içinə düşə bilər. Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, qurumun mütəxəssisləri tərəfindən sabah sözgedən körpüyə baxış keçiriləcək, onun texniki vəziyyəti müayinə olunacaq və aşkar edilən problemlərlə bağlı zəruri tədbirlər görüləcək. Abşeron Suvarma Sistemləri İdarəsinin mühəndisi Qəmbər Məmmədov deyir ki, yaşayış massivlərində kanaldan digər təyinatlar üzrə istifadə edildiyi üçün bununla bağlı dəfələrlə icra hakimiyyətlərinə, bələdiyyələrə və digər aidiyyəti qurumlara müraciət edilib. Bu günə kimi isə hələ də nəticə yoxdur. Demək olar ki, idarənin işi ancaq məişət tullantılarının təmizlənməsi ilə bağlıdır. Yəni biz mütəmadi olaraq həmin kanalın təmizləyirik. Amma ona baxmayaraq vətəndaşlar pendensiyanı davam elətdirir. Səbəb də odur ki, yerli icra hakimiyyətləri, yerli icra nümayəndələri, bələdiyyələr, baxmayaraq ki, idarə tərəfindən dəfələrlə yazdığımız məktublar, müraciətlər nəticə vermir. Məlumat üçün bildirək ki, bu kanal vasitəsilə Bakı ətrafı qəsəbələrdə yerləşən 20 min hektara yaxın kənd təsərrüfatı sahəsi suvarma suyu ilə təmin olunur. Rəşad Vəkiloğlu, Nadir Cəllov, Space xəbər.